Seyid Qasımov bu dəfə Vüsal İsayevlə oynadı. İsayev. Qasımov. Özü getdi irəli. Meydan mərkəz xəttini keçdi. Qasımov və gol! Gol! Ağa Seyid Qasımov. 1-0. 1-0 Azərbaycan millisi. İlk hissənin sonlarında hesabı açır. Bu dəfə Goyatsanin də mani ola bilmədi. Bax, bu planlı şəkildə edilmiş bir hücum. Ağa Seyid Qasımovun qolu. 1-0 öne keçirik. Meydan mərkəzindən başladı Montenegro yığması. Amma daha 3 oyuncu bir qədər sonra oyuna çıxacaq. Nenezic, Mugoşa. Mugoşa, Nenezic və 1-1. Hesab bərabərləşir. Radonjic qapını dəqiq nişan aldı. Ani bir diqqətsizlik müdafiə xəttində bir daha təkrara baxırıq və nəzarətsiz qalan Radonjic hesabı bərabərləşdirir. Əlizadə. Gol! Mükəmməl gol! Ramiz Çovdarov! Ramiz Çovdarov mərmi kimi göndərdi topu qapıya. 2-1. Bir daha baxırıq. Goyatsanin reaksiya verməyə gecikdi. O qədər qüvvətli, o qədər dəqiq, o qədər səlis zərbə indirilmişdi ki, Goyatsanin gecikdi reaksiya göstərməyə. 2-1.